Salam dostlar. Bildiyiniz kimi İlham Əliyev bir neçə gün bundan öncə Ramiz Mehdiyevi Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham etdirərək həbs etdirib. Yəni onu ev dustaqlığına salıb. İlham Əliyevin siyasi kursundan xəbəri olan insanlar yaxşı bilirlər ki, Azərbaycanda bu tip məmurların həbs edilməsi sadəcə və sadəcə bir oyundur. İlham Əliyev də bu tip məmurları həbs etdirməklə onların əmlakında olan bütün milyonları öz balansına köçürtmək üçün bu işləri görür. Vəssalam, bu qədər sadə. Ramiz Mehdiyev bir ayağı gorda olan adamdır. O onsuz da Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə istədiyi qədər zərbə vura bilib. Öz də İlham Əliyevlə Heydər Əliyevin sayəsində. Bəlkə də Ramiz Mehdiyevin bu yaşda dövlət çevrilişi etmək heç ağlının ucundan da keçməyib. İlham Əliyev Ramiz Mehdiyevin əlaqələrindən və mövqeyindən kifayət qədər istifadə edib. Ramiz Mehdiyev Azərbaycanda kiçik fiqur deyildi. İlham Əliyevin neft və digər sektorlardakı gəlirləri öz balansına köçürtmək siyasətində Ramiz Mehdiyevin çox böyük rolu olub. Sadəcə onun qocalıb bu yaşa çatandan sonra istifadə müddəti bitdiyinə görə İlham Əliyev onu ev dustaqlığına salaraq onun Avropada, Amerikada və Rusiyada olan bütün mülklərini öz adına, öz ailəsinin, qızlarının və yeznəsinin adına köçürtmək istəyir. Bir sözlə Ramiz Mehdiyevlə İlham Əliyev murdar bir çubuğun iki başlarıdır. Hər ikisi Yezidi, Kürd və erməni soyundan əmələ gəlmiş murdar məxluqlardılar və müsəlman Azərbaycan xalqının başına qənim kəsiliblər. İnşallah ümid edirik ki, Azərbaycan xalqı oyanacaq və bu murdar, əxlaqsız, şərəfsiz məxluqları Azərbaycandan rədd edəcəklər və öz həqiqi azadlıqlarına qovuşacaqlar.